davamiyyətinizə baxaraq. Nurlan yoxdur, Rüqayya burada, Ömər burada, Yusuf yoxdur, Sahibcan burada, Ceylan yoxdur, İsmailzadə Hüseyin, Zəhra burada, Fatimə, Mehmir yoxdur, Fidan Hacalı yoxdur, da Hüseyin yoxdur. Deməli, 204. Dəyərlər uşaqlar. Milli mənəvi dəyərlər, kimdə ümumiyyətlə milli mənəvi dəyərlər nə deməkdir? Nə deməkdir? Biraz danışıq gəlin. Aha, vətənpərvərlik, milli musiqilərimizdir, milli geyimlərimizdir. Biz ilk öncə dərsimizə başlamadan öncə motivasiya olaraq milli musiqimiz də bizim milli dəyərlərimizə, milli mənəvi dəyərlərimizə aid olduğu üçün məktəbimizin istedadlı şagirdlərindən olan Rəvanənin musiqisinə qulaq asaq, mahnısına qulaq asaq. Uşaqlar, bu mahnı xalq mahnımızdır. Bəli, milli mənəvi dəyərlərimizə aid xalq mahnısıdır, milli mənəvi dəyərlər. Əvvəlcə mənəvi dəyərlərin əhəmiyyəti haqqında danışaq. Ümumiyyətlə, milli mənəvi dəyərlər kimdə, nə üçün lazımdır? Şəxsiyyətin formalaşmasında, ümumiyyətlə, hər bir şəxsin öz dilini tanıtmasına, öz dilinin tanınmasına, vətənpərvərlik üçün lazımdır. Düzdür, uşaqlar? Mənəvi dəyərləri nə aid edə bilərik? Vətənpərvərlikdir dedik, sonra düzdür, ana dilidir, daha sonra daha sonra Hüseynli cür başqa nə aiddir milli mənəvi dəyərlərə? Sonra dediyim milli musiqimizdir. Baxın uşaqlar, musiqini qoymaqdan məqsədim o idi ki, həm bizim dərsimizdə sizə motivasiya olunsun, həmçinin həmin musiqi bizim milli musiqimizdir. Milli mənəvi dəyərlərə də aiddir. Həmçinin bu milli mənəvi dəyərlərə bizim milli geyimlərimiz aiddir. Düzdür uşaqlar, milli naxışlarımız var, xalçaçılıq var, miskərlik var. Milli mənəvi dəyərlər nədir və nəyə görə vacibdir? Deməli, milli mənəvi dəyərlərin əhəmiyyəti ondan ibarətdir ki, şəxsiyyətin formalaşmasına kömək edir.
İnsanlar hər bir şəxsin özünü tanıtmasına köməklik göstərir. Həmçinin nəsillər arasında bir bağlantı yaradır. Yəni keçmiş nəsillər gələcək nəsil arasında bir körpü yaradır. Həmçinin milli mənəvi dəyərlər ailədən başlamalıdır. Düzdür, uşaqlar təhsil ocağında düzdür, davam olunur, amma ailədən başlamalıdır. Hər bir şəxs öz övladına milli mənəvi dəyərləri qorunması haqqında məlumat verməlidir. Öz övladını bu ruhda tərbiyələndirməlidir. Bizim bəli. Hüseyin, zəhmət olmasa deyə bilərsən milli mənəvi dəyərlər haqqında, məsəl üçün deyək ki, böyüyə hörmət, kiçiyə qayğı, bunun haqqında nə deyə bilərsən? Həyatda hər kəs öz yerini bilməli, böyüyə də kiçiyə də hörmətlə yanaşmalıdır. Gün gələcək, hər bir şəxs böyüyür. Hər bir şəxs böyüyür. Gün gələcək, böyüyə necə davranırsa, ona da elə davranacaqlar. Ona da elə davranacaqlar. Atalarımızın illərin süzgəncindən gəlib keçmiş bir məsələ var. Nə tökərsən aşına, o da çıxar qaşığına. Ümumi nəqliyyat vasitələrində böyüklər daxil olursa, gənc şəxslər ayağa durmalı, onlara yol verməli, onların sözünü kəsməməli, onların hər bir fikrinə hörmətlə yanaşmalıdır. Yanında səsini qaldırmamalı, yüksəltməməli. Yanında səsini qaldırmamalı, səs tonunu aşağı ilə danışmalıdır. Bəs uşaqlar, kiçiyə qayğı göstərək dedikdə nə nəzərdə tutulur? Fatimə deyə görək olar. Əyləş olar. Yəni, bəzən yoldan keçən biri gəlir maşının pəncərəsini silir. Bəzən bəzi insanlar onlar pis yanaşır, ondan uzaq durmaya çalışır, amma yəni olmamaq lazım deyil. Biz onlara daha da qayğı verməliyik, bəli, qayğı göstərməliyik. Hətta fiziki əngəlli olan şəxslər belə olsa, onlara qayğı göstərməliyik. Bəli, fərqi yoxdur, uşaq olsun, böyük olsun, yəni yaşdan asılı olmayaraq hər bir şəxsə qayğı göstərməliyik, nəvazış göstərməliyik. Belə şəxsləri gördüyümüz zaman üzümüzü yan çevirməməliyik. Uşaqlar düzdür. Hüseynin də dediyi kimi nəqliyyat vasitələrində belə insanlara yol vermək lazımdır, böyüklərə yol vermək lazımdır, uşaqlara yol vermək lazımdır. Daha sonra milli mənəvi dəyərlər içərisində dedik ki, xalçaçılıq var, musiqi dəyərləri var, misgərlik var, musiqi alətləri, milli naxışlarımız var. Deməli, xalçaçılıq bundan əlavə milli mənəvi dəyərlərimizi şəkillər kimi göstərək sizə. Dilimizdir, milli musiqimizdir, milli geyimlərimiz, milli mətbəximiz, adət-ənənələr, vətənpərvərlikdir. Biz milli musiqimiz haqqında bayaq sizə motivasiya olsun deyə Rəvanənin çıxışını göstərdik. Həmçinin milli musiqimiz haqqında deyə bilərik ki, bizə qədimdən gələn bir muğamlarımız var ki, hər bir şəxs buna qulaq asmağı sevir və həmçinin milli naxışlarımız da vardır ki, bunların içərisində biz butanı göstərə bilərik. Düzdür uşaqlar? Daha sonra başqa nə vardı? Xalçaçılıq var idi. Yəni bu şəkillərdən görünür ki, ta qədim zamanlardan xalçaçılıqla məşğul olunmuşdur. Xanımlarımız daha çox məşğul olur xalçaçılıqla və burada isə yəni ta qədim zamanlardan bilinir ki, ümumiyyətlə Qubadır, Qarabağdır, Şirvan xalçaçılıq. Quba, Qarabağ, Şirvan xalçaları daha məşhur olmuşdur. Bunların içərisində bizim milli musiqilərimiz içərisində həmçinin rəqsimiz də vardır ki, yağlı rəqsimiz daha məşhurdur, düzdür uşaqlar? Daha sonra məktəbimizin istedadlı şagirdlərindən tədbirdən götürülmüş bir şəkildir və burada görünür ki, xanımın əynində də milli geyim olur, həmçinin oğlanın da əynində milli geyim olur. Uşaqlar, milli geyimlər içərisində arxalıqdır, çuxadır, xanımlar üçün bu cür geyimdir. Bunlar bizim milli geyimlərimizə aiddir. Həmçinin milli musiqi alətlərimiz də vardır ki, milli musiqi alətləri içərisində uşaqlar, şimdiyə milli musiqi alətlərimiz hansılardır? Uşaqlar, milli musiqimizdir. Musiqiyə diqqətlə qulaq asın, görün, burada sonda deyək, sizdən soruşacağım, nasıl alətlərdən istifadə olunur burada?
kim deyər? Həmin musiqidə hansı alətlərimizdən istifadə Tar. Bir deyin uşaqlar. Fatimə de görün birini. Tar. Aha, sonra Zəhra de görün hansıdır? Qaval. Aha, başqa nə var? Aylin? Kaman. Düzdür, çamansa, tar var, qaval var, çamansa var. Düzdür, bizim milli musiqi alətlərimizin içərisində saz da var. Amma həmin musiqidə əsasən qavaldan istifadə olunur. Əsasən muğam deyən farslar istifadə edirlər. Və çalğı aləti kimi həmçinin çamansa və tardan həmin musiqidə istifadə olunmuşdur. Və bu şəkildən də görünür ki, milli musiqi alətlərimiz nə cür dəyərlidir və musiqi ifa edilən zaman bu musiqi alətlərindən istifadə olunur. Baxın uşaqlar, burada da göstərilir musiqi alətlərimiz. Tardır, sazdır, kamandır, qavaldır, istifadə olunur. Bu şəkildə də görünür ki, ta qədim zamanlarda həmin musiqi alətlərindən istifadə edilibdir. Aha, bəli, bu şəkildə bəli, aha. Sonra miskərlik var, milli mənəvi dəyərlər. Əslində milli mənəvi dəyərlər deyildikdə uşaqlar, bu miskərlik mənəvi dəyərlərə aiddir. Milli dəyərlərə isə aiddir, bizim ana dilimiz aiddir, Novruz bayramımız aiddir, yəni adət-ənənələrimiz aiddir. Mənəvi dəyərlərə isə miskərlik aiddir, xalçaçılıq aiddir, bayaq dediyim naxışlar aiddir, milli geyimlərdir, milli musiqidir. Aydın oldu uşaqlar. Yəni bunlar bizim mənəvi dəyərlərimizdir. Həmçinin vətənpərvərlikdir. Daha sonra insanın özünün şəxsiyyətini formalaşdıran amillərdən biri olan dürüstlükdür, vicdanlıqdır. Bunlar da hətta mənəvi dəyərlərə aiddir. Baxın bu şəkillər belə bizim miskərliklə bağlı olan dəyərlərimizi göstərir. Misdən müxtəlif növ samavardır, müxtəlif növ qablardır, istifadə olunur. Dedik ki, Azərbaycan xalqının milli mənəvi dəyərləri böyüyə hörmət, kiçiyə qayğı, vətənpərvərlik, qonaqpərvərlik, ailə bağlarının möhkəmliyi, dilə və mədəniyyətə sevgi. Böyüyə hörmət, kiçiyə qayğı haqqında yoldaşlarımız danışdılar. İndi vətənpərvərlik haqqında danışmışıq. Kim nə deyir vətənpərvərlik haqqında uşaqlar? Vətənpərvərlik nədir? Ümumiyyətlə bilməliyik ki, biriniz danışın. Aylin danışın. Biz hər birimiz vətənimizi sevməliyik. Vətənpərvərlik borcumuzdur və bu vətəndə yaşayırıqsa əgər ona xidmət göstərməliyik, sevməliyik, qorumalıyıq, vətəni uca tutmalıyıq, düzdür? Yəni, adət var ki, ümumiyyətlə belə bir qayda var ki, 18 yaşına çatan hər bir şəxs, oğlanlardan gedirsə də, vətənə xidmət edir, bəli, düzdür. Yəni, əslində vətənpərvərlik hərbidə xidmət etmək deyil, düzdür uşaqlar? Vətənpərvərlik nəinki həmin oğlanlara, hər kəsə lazımdır, qadınlara da lazımdır. Uşaqlar belə vətənpərvər ruhunda böyüdülməlidir, təlim tərbiyə edilməlidir. Bəli, vətəni tanınmalıdır, bəli. Vətənimizi uca tutmalıyıq, bəli. Hətta 15 sinifində, indi bu gün gəlməkdə həmin şagirdimiz, Hüseyin belə vətənimizi uca tutmuşdu, birinci yerə layiq görülmüşdü, bəli, düzdür uşaqlar? Yəni, bayrağımızı yüksəklərdə saxlamışdır, himnimizi, bayrağımızı daim uca tutmaq lazımdır, düzdür uşaqlar? Qonaqpərvərlik haqqında kim nə deyə bilər? Kim nə deyə bilər? Mən. Danış Hüseyin. Zəhra qoy bir dəqiqə bala, bir dəqiqə danışdın. Zəhra sən danış bala. Qonaq gələndə qarşılayır, evimizin ən uca zirvəsində oturdururuq, onu sürfə açırıq. Qonaq oturmasa biz oturmalıyıq. Qonaq, ümumiyyətlə uşaqlar, ta qədim zamanlardan belə bir adət-ənənə var idi ki, hər hansı bir kəndə deyək ki, qonaq gəldiyi zaman kəndin əhalisi iki hissəyə ayrılırdı. Bir hissədə olurdu xadimlər, digər hissədə isə ağsaqqallar olurdu, düzdür uşaqlar? Deməli, bu ağsaqqallar daha öndə gedirdi və bunların əlində olurdu, çörək olurdu, duz olurdu, hətta gülab olurdu ki, qonağın qarşısına gül ləçəkləri olurdu ki, qonağın qarşısına gül ləçəklərini töksünlər və hətta xalçalarımızdan belə sərirlər ki, qonaq daha ehtiramla, daha hörmətli qarşılansın, düzdür uşaqlar? Qonaq gəldiyi zaman həmin qonağın kəndin igidləri, pəhləvanları, hər hansı bir qoçu deyək ki, buynuzuna lent bağlayırlar, qonağın qarşısında, atın ayaqlarının altında həmin o qoçun kəsilirlər, yəni qurban kimi də, düzdür uşaqlar? Qonaqlara yəni hörmət xətrinə bu olunurdu. Yəni
bu xoç kəsilirdi. Daha sonra ona xüsusi bir hörmətlə dəvət olunurdu, evə dəvət olunurdu. Yəni qonaqpərvərlik də ta qədim zamanlardan bizim mənəvi dəyərlərimizdən olmuşdur. Daha sonra ailə bağlarının möhkəmliyi nə deməkdir? Yəni o deməkdir ki, hər bir şəxs ailədə övladına dayaq olmalıdır, dəstək olmalıdır, düzdür uşaqlar. Ailə bağları daim möhkəm olmalıdır. Yəni ailə bağları möhkəm olmayan uşaqlar belə görürük ki, bəzən onlara mənfi təsir göstərə bilir, psixologiyaları çorlana bilər və hətta pis yola da düçar ola bilər. Bayaq biz demişdik, böyüyə hörmət, kiçiyə qayğı dedikdə, burada bir məqam da var idi ki, uşaqlara nəvaziş göstərilmədikdə, onların necə köməyə ehtiyacı varsa, onlara kömək göstərilmədikdə, onları belə pis yola vadar etmək olar. Yəni pis yola vadar olunmaq. Bunun üçün onlara əlimizdən gəldiyi qədər köməklik göstərmək lazımdır. Yəni maddi cəhətdən köməklik göstərə bilmədikdə belə, onlara mənəvi baxımdan kömək dəstək olmaq lazımdır ki, deyək ki, məsəl üçün, hər hansı bir yaxşı söz uşaqların psixologiyasına yaxşı təsir göstərə bilər, onları yaxşı yola istiqamətləndirə bilər, həmçinin onlara dərs keçmək belə, yəni şərt o deyil ki, burada maddi baxımdan nəsə güdülsün. Onlara dərs keçmək belə, onları psixologiyasına yaxşı təsir göstərir və həmçinin onları yaxşı yola istiqamətləndirir. Həmçinin dilə və mədəniyyətə sevgi var uşaqlar dəyərlərimizin içərisində. Kim deyər, dilimiz haqqında kim danışa bilər uşaqlar? Danış filan, sən danış. Biz öz dilimizi düzgün şəkildə bilməliyik. Hər kəsin özünün dili var. Biz isə öz dilimizi qorumalıyıq və vətəndaşlıq borcumuzu yerinə yetirərək onu düzgün şəkildə bilməliyik. Bu gün də Azərbaycan dili təkcə ölkə daxili deyil, həm də xarici ölkələrdə belə bu dil qorunur, saxlanılır və bizim doğma dil olduğumuzu müxtəlif ölkələrdə bilinir və gələcək nəsillərdə belə ötürülür. Aha, düzdür. Rəhim, sən nə deyə bilərsən bu haqda? Hər bir xalqın fərqlərə bəşəriyyət övladı olduğunu göstərən ən böyük amillərdən biridir. Biz dilimizi qorumaq nəsillərə ötürülür. Əyləş bala. Sonra bizim ailə dəyərlərimiz var uşaqlar. Ailə mədəniyyətinin ən müqəddəs dəyərlərindən sayılır. Valideynə hörmət, böyüklərin sözünə qulaq asmaq və ailə birliyi milli mentalitetimizin əsas hissəsidir. Yəni bayaq yoldaşlarımız da Fatimə və Hüseyn də bunun haqqında danışdılar. Ailə kiçik dövlətdir. Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Ailə şəfqət, sevgi, həmrəylik, birlik, sədaqət, səadət məktəbidir. Yəni bu məktəbdə hər bir şəxs dərsini yaxşı işləməlidir. Ailənizin dəyərini bilin, ailənizə hörmət qoyun. Ailə bağları insan üçün gələcəkdir. Daha sonra gəlir bizim adət-ənənələrimiz. Uşaqlar, bu adət-ənənələr bizim mənəvi dəyərlərimizə aiddir. Aydın oldu. Xalqımız öz adət-ənənələrinə daim hörmətlə yanaşmışdır. Deməli, bizim adət-ənənələrimiz içərisində Novruz bayramı var, toy mərasimlərimiz var, qonaq qarşılama mədəniyyəti var, hansı ki, bayaq demişdik, o da buna aid idi. Yas və ehtiram mərasimləri var. Şimdi ümumiyyətlə, Novruz bayramı haqqında kim danışa bilər? Danış rəhim, danışıyorum. Novruz bayramı xalqımızda qədimdən keçirilən adət-ənənələrdən biridir. Bir vaxtı bitib, təzə nizamın başlamasını bildirir. İnsanların tonqal ətrafında yığışıb, pis ruhlardan qorunması Düzdür. Və sən davam edə bilərsən ola? Novruz bayramı haqqında. Ulaq düzdür. Düzdür. Kasa keçə oyunlar olur. Düzdür. Novruz bayramında pahlava çəkərlər və konser olurlar. Düzdür. Yəni Novruz bayramı bizim milli bayramlarımızdan əyləşmələr. Milli bayramlarımızdan sayılır. Danış Fatimə, sözünü danış olur. Çərşənbələrdə var ki, su çərşənbəsi. O çərşənbədə suyun üstündən tuğlar, yəni atlanaraq ki, Azərbaycanımız ondan bildik. Kim deyə bilər Torpaq çərşənbəsi haqqında? Danış bala, sən danış. Danış, qoy Fidan danışsın. Danış Fidan. Torpaq çərşənbəsi, İlahi çərşənbəsi bizim sonuncu çərşənbəmizdir. Novruz bayramından qabaq keçirilir. Bu çərşənbənin torpağın canlanması, oyanması deməkdir. Sonuncu çərşənbədə də bu adət-ənənələrdən istifadə olunur. Tonqal qalanır, qapı quşulur, fala baxılır. Uşaqlar, kim deyir? Yalancı çərşənbə var. O hansı çərşənbədir? Su. Bir də xəbərçi çərşənbə var. Onun hansı çərşənbədir? O çərşənbəsi düzdür. Bəs hansı çərşənbəmizdir ki,
bəzi ailələrdə daha təntəraqlı qeyd olunur. Hətta Novruz bayramından necə? İlahır çərşənbə, düzdür. İlahır çərşənbədə papaq atılır, hər bir şəxsin evində müəyyən bir hansı yeməyin üstündə aş dəmlənilir, düzdür. Uşaqlar qalanır. Bunu nə ilə əlaqələndirirlər ümumiyyətlə? Deyirlər ki, tonqalın üstündən adlanan zaman, tullanan zaman deyirlər ki, belə bir fərzi irəli sürürlər ki, hər bir şəxsin öz azarı bezarı köhnə vaxtda qalsın, yəni bəli, köhnə ildə qalsın, artıq yeni il. Bizim yeni ilimiz ümumiyyətlə uşaqlar Novruz bayramı deyə bəli qələmə alınır. Ona görə deyilir ki, köhnə ildə qalsın, artıq yeni ilə sağlam bir canla, sağlam bir ruhla davam etsinlər. Deməli, Novruz bayramına dedik ki, əyləş bala, 4 çərşənbəmiz var. Su çərşənbəsi var, ot çərşənbəsi var, daha sonra hansı var, yeni var, daha sonra torpaq çərşənbəsi, ilahır çərşənbəmiz var. Dedik ki, hə, danışarım, danışarım. Dedik ki, bu 4 çərşənbə Novruz bayramından əvvəl qeyd olunur, düzdür. Xanımlarımız ev eşikdə sərgə işlərinə baxır, bəylərimiz ağacların həyəti belləməklə məşğul olur. Yəni, əkində olan, həyətdə olan hər hansı bir təmizlik işlərinə bəylərimiz baxır. Deyək görün bala, vəhşi çərşənbə haqqında danışsan, Zəhra. Yeni çərşənbəsi Azərbaycanın bir sıra bölgələrində ölü çərşənbəsi kimi, qara çərşənbə, gün çərşənbəsi kimi qeyd olunur. Bu çərşənbədə insanlar yaxınların məzarlarını ziyarət edir, qəbirlərin qışın palçığından, toz torpağından təmizləyir, ölənlərin ruhuna dualar oxuyurlar. Ölü çərşənbəsində yaşlı ailələr də ziyarət olunur. Onların yaşdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə etmələri təmin olunur. Sonra bizim toy mərasimlərimiz var, uşaqlar. Kim danışırlar toy mərasimi haqqında? Tanış Rəhim qalib. Toy mərasimi iki ailənin birləşməsini qeyd edən bir mərasimdir. Burada yallı. Baxın uşaqlar, ta qədim zamanlardan toy mərasimlərimiz var. Danış var, danış. Qədim zamanlarda elə bir toy keçirilən zaman qurban kəsilərdi. Düzdür. Ondan sonra musiqi sədaları altında bəli, geyik daşınır. Bəli. Musiqi sədaları altında hansı evdə ki toy olursa, həmin evdə musiqi sədaları altında hər bir şəxs oynayırlar. Burada da köhnə şəkildən görünür ki, qədimdən qalan bir adət-ənənədir. Baxın, burada da rəqs edirlər. Bu da toy mərasimlərimizə aiddir. Sonra bizim sonra qonaq qarşılama mədətimiz vardı. Bəyə bunun haqqında danışdıq. Yas və ehtiram mərasimlərimiz var. Bəyə bunun haqqında nə demək olar? Bəli. Ziyarət edilir. Bəli, düzdür, dualar oxunur. Rəhmət edən şəxsin özünə baş çəkilir. Yaxınları ziyarət edilir, qəbr üstü gedib, bəli, ailəsi ziyarət edilir, düzdür. Bu da bizim dəyərlərimizdən biridir, adət-ənənələrimizdən biridir. Uşaqlar, Novruz bayramında səməni bayaq dedik ki, düzəldirik, düzdür uşaqlar. Həmçinin burada olan baklavadır, şəkərburadır. Bunlar ümumiyyətlə nə sayılır uşaqlar? Bizim milli yeməklərimizdir, düzdür uşaqlar. Kim deyər bizim milli yeməklərimiz hansılardır? Danışın bəyə. Milli yeməklərimiz hansılardır? Düzdür. Paxlava və şəkərbət bəli Novruz bayramında bişirilən şirniyyatdır. Həmçinin o da milli mətbəximizə aiddir. Əyləş bala. Buradan da görünür ki, bu da bizim məktəbimizin şagirdlərinin göstərdiyi bacarıqlara əsaslanan bir şəkildir. Hətta buradan da görünür ki, biz Novruz bayramına necə önəm veririk, necə dəyər veririk və hər bir şəxsin əynində, qadınların, xanımların əynində milli geyimlər olur, əllərində səməni olur. Daha sonra bayaq göstərmişdik. Sonra Novruz çərşənbələri haqqında bayaq danışmışdıq. Uşaqlar, su, torpaq, yel, ot. Biz dedik ki, su çərşənbəsi yalancı çərşənbə adlanır. Torpaq çərşənbəsi xəbərsiz çərşənbə adlanır. Yel çərşənbəsində ölülər ziyarət edilir, ölü çərşənbəsi adlanır. Ot çərşənbəsinə isə ilahır çərşənbəsi dedik. Bunlar haqqında bayaqlar yoldaşlarımız danışdı. Bu da bizim qonaqpərvərliklə bağlı bir şəklimizdir. Yəni qonaq gəldiyi zaman nə cür hörmət edilir, nə cür qayğı göstərilir, süfrə bəzədilir, yemək təşkil edilir, yemək verilir, çay təşkil süzülür. Burada da qonaq gəldiyi zaman, bayaq sizə demişdim, qonaq gələn zaman ağsaqqallar bir qrupda olur, xadimlər falan isə bir qrupda olur. Həmin o
ağsaqqallar gedilən zaman gələn qonağın qarşısına əllərində çörək ilə çıxılır və yaxud da duz ilə çıxılır. Aydın oldu uşaqlar. Daha sonra yas və ehtiram mərasimlərimiz haqqında danışdı yoldaşlarımız. Dil mədəniyyətimiz var bizim. Deməli, ana dili milli kimliyimizin əsas dayağıdır uşaqlar. Atalar sözlərdir, nağıllardır, dastanlardır. Bunlar mənəvi dəyərlərimizi yaşadan mədəni irsimizdir. Kim ana dili haqqında danışa bilər? Danış Zəhra, danış. Ana dilinə hörmət, sevgi və qayğı göstərməlidir. Sevgi və qayğı göstərməlidir. Din hər bir xalqın milliyini, mədəniyyətini və tarixini qoruyub saxlayan ən vacib amillərdən biridir. Azərbaycan dili əsrlər boyu xalqımızın kimliyi, düşüncə tərzini, mənəvi dünyasını ifadə edən müqəddəs bir varlıq olmuşdur. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin özünü dərkində mühüm rol oynayan əsas amildir. Əyləş bala, sağ ol, çox sağ ol. Sonra, ana dilimiz bizim milli mədəni sərvətimizdir uşaqlar. Ulu öndərimiz də ana dilimiz haqqında kəlamı vardır. Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Ana dilimizi qoruyaq, hər bir şəxs bilməlidir ki, ana dili qorumaq lazımdır, ana dilinə hörmət etmək lazımdır. Vətənpərvərlik haqqında bayaq qısa məlumat vermişdik. Vətəni sevmək, torpağı qorumaq və dövlətə sədaqət hər bir vətəndaşın borcudur. Azərbaycan gəncləri milli ruhla tərbiyə olunmalıdır. Uşaqlar, bayaq dediyim kimi, vətənpərvərlik hissidir, dürüstlükdür, ana dilinə hörmətdir. Bütün bu xüsusiyyətlər hamısı ailədə uşaqlar tərbiyələndirilməlidir o istiqamətdə. Ondan sonra təhsil ocağında artıq davam edilməlidir. Baxın, bu şəkildə də görünür ki, vətənpərvərlik artıq bizdə kiçik yaşlardan başlayır. Prezidentimizin 44 günlük müharibədə qələbə salması və məqsədi ilə çəkdiyi şəkildir, qələbə qazandığı zaman. Daha sonra bizim yenə də məktəbimizdə olan tədbirlərimizdən birində çəkilmiş foto şəkillərdən biridir. Yəni, uşaqlarımızın necə vətənpərvər ruhda böyüdüldüyünü, necə vətənpərvər ruhda tərbiyə alındığı, təhsilini davam elətdirilir, burada göstərilir. Həmçinin bu şəkillərlə biz görürük ki, uşaqlar hər bir şəxs vətənə xidmət etməyə borcludur. Hər bir şəxs vətənini sevməlidir, ana dilini sevməlidir. Milli mənəvi dəyərlərimizi qorumaq hər birimizin vəzifəsidir. Uşaqlar, indi mən sizinlə qrup işi eləyək. Deməli, hər biriniz qrupda olan bir nəfər qrup başçısıdır. Hər kəs öz fikrini deyəcək, qrup başçısı onu yazılı şəkildə yazacaq. Aydın oldu uşaqlar? Aha, başlaya bilərsiniz. Novruz bayramında tonqaldan atırlar, bulaq başına gedib çay kənarına suya dərdini danışırlar, sudan dilək istəyirlər, qonça qurulur, səməni cicərdilir, şəkər bura paxlava bişirilir, çosa keçər oyunları oynanılır. Düzdür, aha, əyləş, çox sağ ol, əyləş. Böyüklərə hər zaman hörmət etməliyik, kiçiklərə də qayğı göstərməliyik. Kiçiklərə qayğı verməliyik ki, onlar pis yola düşməsin və böyüklərə cavab qaytarmalıyıq. Düzdür, əyləş, çox sağ olun uşaqlar. Hər biriniz çox sağ olun. Deməli, Hüseyin kimi qrupu böyüyə hörmət, kiçiyə qayğı idi. Bəli, bu qrupda gözəl səsləndirdik, suallara düzgün cavab verdik uşaqlar. Sizin qrup isə Novruz bayramı ilə bağlı idi. Sizdə də irəliləyiş var idi, yaxşı səsləndirdiniz. Afərin. Gözəl səsləndirdi, verdiyim suallar da yaxşı dedilər. Hər biri irəliyə doğru addımladı, düzdür. Hər iki qrupa verilən qrup işini də düzgün qiymətləndirdi. Yəni bu qədər. Müsbət qiymətləndirdi.